mənə sual oldu. Sualı cavabladım. Yəqin ki, yaxın zamanda daha ətraflı barədə danışacağıq. Rafael Utrix komandadan ayrılmaq istəyir. Bizlə müqaviləsi var, öz istəyidir. Ümumiyyətcə, yenilik istəyir karyerasında. İstər keçən çempionatda, istər Avrokuboklarda, istər bu il çempionatda komanda üçün böyük işlər görüb. Həm futbolçu olaraq, həm bir insan olaraq ona böyük hörmətim var, sevgim var. Gəldi, açıq, dürüst danışdıq. Mən də ki, bildirdim ki, artıq gələcək planlarımda səni düşünməyəcəm. Sadəcə olaraq rəhbərliklə artıq danışıq aparın. Bir il kontraktı var, hansı komanda səni istəyirsə təklif eləsin. Və belə bir danışımız olub və Rafael Utrix bizdən ayrılacağı gözlənilir. İndi təklif olacaq, olmayacaq, sonraki proseslər necə olacaq bilmirəm və klub olaraq da qərar qəbul olundu ki, transferə çıxarılsın. Onun istəyindən sonra. Yəni, bizim elə bir istəyimiz yox, mənim planımda belə bir şey yox idi. Nəticə təmin olduqdan sonra birə-bir görüşümüz oldu, danışmaq istədi və fikirlərini bildirdi. Mən də belə bir insanam ki, kimliyindən asılı olmayaraq, əgər ürəyi, ağlı %100 bizlə deyilsə, mən istər məşqçi olsun, köməkçi məşqçi olsun, istər futbolçu olsun, fərqi yoxdur. Mən o adamdan yoluma davam eləmək istəmirəm. Utrixlə də belə bir durum var. Yenə deyirəm, onu çox istəyirəm. Xarakterli bir idmançıdır, yaxşı bir futbolçudur. Amma əgər beynində, məsələn, zirəni bitiribsə, mən özüm də ondan işləmək istəmərəm. Və belə bir durumdur. İndi baxacaq, gələcək günlər nə göstərir. Onun menecerləri ilə klub arasında danışıq gedir.